Hüseyn Müseyyibi, əzizim qulaq as ki, nə yönəlgən bilövə. Sən qulaq asma, Əta vəziri qulaq assın. Əta vəziri, bax be əzizim, səbtnamı danışqahlar zamanı ilə azumunla bu tərtibçi deyirəm. Əlbəttə, burada üstə də göstərirəm, bir sözün növişdə baxa bilərsən bu üstə. Karşinazin səbtnami İsfəndin 18-dədir. Azumunla da tirin təqribən demək olar 11-dən 12-si. Danışçı və müəllim, yəni danışqah Fərəngiyan səbtnamı da Azərinin altındadır. Azumunları ordu 5-nin 7-sində. Karşinazı Ərşədin səbtnamı həmindir. Azərinin altındadır. Bunun da azumunu İsfəndin 10-undadır. Doktoran ki səbtnamı əncam tapdı. Ehtimal bu ki bir aydan sonra 43 gündən sonra səbtnamı hala bazı iddia açıları var. Ki qətən istoriyalar, o əzizlər ki yadlarından çıxıb yazılanmayıblar. Azumu da Bəhməndədir. Bəhmənin 10-unda. Vəs qəlam.